Akşamınız xeyir olsun, əziz xalqım. Hər birinizin bu Novruz axşamında Novruz bayramınızı ürəkdən təbrik edirəm. Başda şəhid anaları, şəhid ataları, şəhid ailələri olmaqla bu gözəl Novruz axşamınız mübarək olsun deyirəm. Bu gözəl Novruz axşamında şair dostum, əziz qardaşım Ruslan Eldarlının qələmə aldığı Novruz axşamı şeiri ilə sizlərin Novruz axşamını Ruslanın adından, həm öz adımdan təbrik edirəm. Şair yazır ki, gəlibdir sədası ellərimizə, xonçalar yaraşır əllərimizə, nəğməsi düşübdür dillərimizə, analar evlərdə yandırır şamı. Nə gözəl yetişib Novruz axşamı. Süfrənin bəzəyi yaşıl səməni, bu həvəs ilhama gətirir məni. Çiçəklər bəzəyir çölü, çəməni, qızlar bulaqlardan doldurur camı. Nə gözəl yetişib Novruz axşamı. Qoğal badam bura, şəkər burası, müqəddəs sayılır elin duası. Duyulur yurdunda tonqal havası, Vüsala səsləyir könül ilhamı. Nə gözəl yetişib Novruz axşamı. Ruslanın gözündə gülür bu bahar, qəlbin sevincini bölür bu bahar. Bayramla ellərə dönür bu bahar. Səslənir yurdumda tarı, kamanı. Nə gözəl yetişib Novruz axşamı. Nə gözəl yetişib Novruz axşamı. Novruz bayramı münasibəti ilə hər birinizi ürəkdən təbrik edirəm. Və bilirik ki, bir neçə gündən sonra müqəddəs Ramazan bayramını keçirəcəyik. Bu bayram münasibəti ilə həm Novruz bayramınızı, həm Ramazan bayramınızı ürəkdən təbrik edirəm. Bu il Qarabağımızda dalğalanan bayrağımız, keçirilən Novruz axşamlarımız, öz yurduna qayıdan obalarımız, ellərimiz, İnşallah gələn il bu bayramı Zəngəzurumuzda, Dərələyəzmizdə, Göyçəmizdə, İrəvanımızda keçirərik. Hər birinizin Novruz axşamı mübarək olsun deyirəm. Allah qalib, müzəffər Azərbaycan ordusunu qorusun. Ocağınız həmişə gür yansın. Təklələriniz dolu, sularınız sərin olsun deyirəm. Allah hər birinizin ruzusunu göydən yağdırsın, yerdən bitirsin deyirəm. Sağ olun, var olun.